Kalinka kitabını alıbsınız və baxırsınız ki, tərcüməsi yoxdur. İzahı isə tam rus dilindədir. Bəs siz əgər rus dilini bilmirsinizsə, bu kitabla rus dilini necə öyrənəsiniz? Əlbəttə ki, bunu izah edən bir müəllim olmalıdır. Bugün sizlər üçün bu mövzunu Azərbaycan dilində tərcüməli izah edib tərcümə edəcəm. Salam əziz izləyicilər, kanalıma xoş gəlibsiniz. Mən rus dili və ədəbiyyat müəlliməsiyəm. Keçən dəfəki dərsimizdə sizlərə Urok 1 Privet studenti izah etmişdim. Hamınız bəyənmişdiniz və xahiş etmişdiniz ki, zəhmət olmasa Urok 2-nı da izah edin və bugünkü dərsimizdə Это мой друг, bu mənim dostumdur mövzusunu izah edəcəm. Bugünkü dərsdən nə öyrənəsiniz? 28 yeni söz, 8 dialoq və tərcüməsi, rod mövzusunun izahı, притяжательное местоимение mövzusunun izahı, çalışmaların izahı, həlli və conversation, yəni asibi. Əgər hazırsınızsa, dərsə başlaya bilərik. Və onu da qeyd etmək istəyirəm ki, əziz izləyicilər, əgər siz mənimlə onlayn, fərdi və ya qrup şəklində rus dilini öyrənmək istəyirsinizsə, o zaman ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayın. 050 840 55 22 nömrəsi. Və əgər də dərslərimizi bəyənirsiniz və Urok 3-nin də izahını istəyirsinizsə, bu videoya maksimum izlənmə, like və rəy yazın və dostlarınızla da bölüşün. Hər birinizə öncədən təşəkkür edirəm və başlayaq yeni sözlərin izahına və tərcüməsinə. Здравствуйте. Salam. Здравствуйте. Burada V hərfi tələffüz olunmur. Salam deməkdir. Privetdən fərqi odur ki, bu rəsmi salamlaşmadır. Yəni, nə deməkdir bu? Böyüklərə, yaşlı böyüklərə və ya tutaq ki, müdürlərə, direktora və həmçinin hörmət əlamətində deyilən bir salamdır. Ofisdə, iş yerində deyilən bir salam növüdür. Как ваша familiya? Sizin soyadınız nədir? Bu soyad, familiya, женский roddur. Buna görə də hər kəs deyir Моя familiya. Yəni, qadın da deyir Moya familiya, kişi də deyir Moya familiya. Yəni, soyad. Daha sonra ata adı. Ata adı rus dilində olacaq отчество. Отчество. Və bu söz belə deyilir. Как ваше отчество? Sizin soyadınız nədir? Əgər siz desəz ki, filankəs oğlu, deyirsiniz ata adınızı və sonda Oviç-Yeviç. Əgər qadınsızsa, filankəs qızı deyirsinizsə, atanızın adından sonra deyirsiniz Ovna və ya Yevna. Hansı deyilir? Onu siz tələffüzünə görə seçirsiniz. Məsəl üçün, Antonoviç, Antonovna, Alekseyeviç, Alekseyevna. Daha sonra Moyo отчество və soyad, ata adınızı deyirsiniz. Ata adı sözü, yəni отчество, sredni roddur. Buna görə Moyo отчество. Ad. Как ваше имя? Sizin adınız nədir? Deyirsiniz Moyo imя. Bu daha az istifadə olunan bir cavabdır. Və biz daha çox deyirik Меня zovут və ya mən filan kəsəm. Adınızı dedikdən sonra qarşınızdakı insan deyir Очень приятно. Çox şad oldum. Siz də deyə bilərsiniz ki Мне тоже. Mən də şad oldum. Əslində burada приятно sözü xoş deməkdir. Ruslar deyir çox xoş oldu. Və ya biz deyirik ki şad oldum. Друг, dost, подруга, rəfiqə, kollega, iş yoldaşı deyil. Bu həmkardır. Преподаватель, universitet müəllimi, упражнение, iş yoldaşı, упражнение, çalışma, kniga, kitab, что это, bu nədir? Və кто это, bu kimdir? Это мой друг, bu mənim dostumdur. Əgər rəfiqə deyiriksə, o zaman deyirik Это моя подруга. Kollega sözü burada moy ilə deyilir. Murskoy roda. Это mой kollega. Əziz izləyicilər, belə bir sual verə bilərsiniz ki, bəs müəllimə, biz əgər druq moy ilə deyirik,
Podruga Maya ilə deyiriksə, kollega da podruga kimi A hərfi ilə bitir. Bəs nəyə görə moy deyirik? Çünki ixtisaslar, yəni uçici, direktor və s. bunlar həmişə murskoy rodda olurlar. Və əgər siz qadın da olsaz, kişi də olsaz, drug sözünü deyəndə moy deməlisiniz. Yəni kişi də deyir moy drug, qadın da deyir moy drug. Yenə kişi də deyir Maya podruga, qadın da deyir Maya podruga. Əgər burada bir sualınız qaldısa, rəy bölməsinə yaza bilərsiniz. Daha sonra до свидания, bir də до завтра. До свидания, yəni sağ ol, hələlik, görüşənədək. Əslində bunun mənası belədir. Da, dəç, svidaniye, görüş. Görüşənədək. Завтра sözü isə sabahdır. Da завтра, sabaha qədər. Пожалуйста. Bu sözün bir neçə mənası var. Birinci mənası zəhmət olmasa. Misal üçün, пожалуйста, откройте дверь. Zəhmət olmasa qapını açın. Və ya dəyməz. Спасибо, пожалуйста. Sonra bu ikisi. Bununla bu eyni tərcümədir. Bu təkdədir, bu cəmdə. Bağışla, bağışlayın. Ничего. Ничего yox, ничего. Q hərfin yanında o olanda Q, V kimi tələffüz olunur. Yəni, bunun da iki mənası var. Heç nə olmaz, ничего, və ya heç nə. Ничего. На столе ничего нету. Stolun üstündə heç nə yoxdur. Можно. Olarmı? Вопрос, sual. Belə gördüyünüz kimi hər sözün detalları və ətraflı izahı vardır. Əgər siz də detallı və ətraflı izahı ilə öyrənmək istəyirsinizsə, 050-840-55-22 nömrəsini yazaraq onlayn dərslərimə qoşula bilərsiniz. Dərslərə hər kəs qoşula bilər. Xanımlar, bəylər, işləyənlər, evdar xanımlar və evdar bəylər və ya xaricdən xaricilər belə qoşula bilər. Dialoqlarımız 8 dialoq var. Birincidən başlayırıq. Здравствуйте, меня зовут Наташа, а вас? Salam, mənim adım Nataşadır. Bəs sizin? A sözünün bir neçə mənası var. Hal-hazırda mətnin tərcüməsində A bəs mənasındadır. А меня зовут Иван. Mənim adım isə İvandır. Очень приятно. Çox şadam. Мне тоже. Mən də. До свидания, до завтра. Görüşənədək sabaha gedək. Диалог 2. Добрый день. Sabah, hər vaxtın xeyir. Меня зовут Антон Иванович Makarov. A вас? Mənim adım Anton Ivanoviç Makarovdur. Bəs sizin? Меня зовут Елена Борисовна Ivanova. Mənim adım Елена Борисовна Ivanovadır. Очень приятно. Çox şadam. Мне тоже. Mən də həmçinin. До свидания. Hələlik. До свидания. Hələlik. Диалог 3. Здравствуйте, salam. Я ваш преподаватель. Mən sizin müəlliminizəm. Меня зовут Александр Николаевич. Mənim adım Александр Николаевичdir. Очень приятно. Çox şad oldum. А как ваша фамилия? Bəs sizin soyadınız nədir? Моя фамилия Petrov. Baxın, bu Petrov kişi cinsindədir. Amma buna baxmayaraq Maya familiya dedi, moy familiya demədi. Yəni qadın cinsində deyir kişi. Nəyə görə? Çünki kişi də olsa, qadın da olsa, soyad sözünə görə Maya deyilir. Familiya женский roddur, çünki axırında ya hərfi var. Buna görə deyir Maya familiya, moy familiya və digər variantları yanlışdır. Mənim soyadım Petrovdur. A как вас зовут? Bəs sizin adınız nədir? A меня зовут Lena. Mənim adım isə Lenadır. Baxın, burada oldu isə. Bəs, amma lakin mənasında deyil. Моя familiya Pavlova. Mənim soyadım Pavlovadır. Очень приятно, Lena. Çox şad oldum, Lena. Диалог 4. Dördüncü dialoq. Доброе утро. Меня зовут Laura. Sabahın xeyir. Mənim adım Lauradır. A меня Mikhail. Bəs mənim adım isə Mikhaildir. Можно, Misha. Tələbələrin bir çoxu buranı başa düşmür. Bunun tərcüməsi budur. Deyir ki, mənim adım isə Mikhaildir, amma Misha deyə bilərsən. Можно, Misha, yəni Misha da deyə bilərsən kimi.
Очень приятно. Çok şad oldum. Misha, кто это? Misha, bu kimdir? Это мой коллега. Bu mənim iş yoldaşımdır. Yəni həmkarımdır. Nikolay Ivanoviç Romanov. Очень приятно. Çok şad oldum. Диалог 5. Misha, можно вопрос? Misha, sual verə bilərəmmi? Пожалуйста. Bəli. Это твой друг. Bu sənin dostundur. Да, это мой друг. Bəli, bu mənim dostumdur. А как его зовут? Bəs onun adı nədir? Его зовут Александр. Onun adı Aleksandrdır. А это твоя подруга? Bəs bu sənin rəfiqəndir? Как ее зовут? Onun adı nədir? Да, это моя подруга. Bəli, bu mənim rəfiqəmdir. Ее зовут Лена. Onun adı Lenadır. Шестой диалог. Добрый день. Hər vaxtın xeyir. Меня зовут Николай. Mənim adım Nikolaydır. Очень приятно, Николай. Çox şad oldum, Nikolay. А как ваша фамилия? Bəs sizin soyadınız nədir? Моя фамилия Romanov. Mənim soyadım Romanovdur. А отчество? Bəs ata adınız? Мое отчество Иванович. Mənim ata adım İvanoviçdir. Я Nikolay İvanoviç Romanov. Mən Nikolay İvanoviç Romanovam. Daha sonra 7-ci və 8-ci dialoq. Natasha, это мой друг. Natasha, bu mənim dostumdur. Ее зовут Anton. Onun adı Antondur. Очень приятно. Çox şad oldum. А меня зовут Наташа. Mənim adım isə Natasha'dır. Мне тоже очень приятно. Mənə də xoşdur. 8-ci dialoq. Извините, bağışlayın. Ничего, eybi yoxdur. Daha sonra rod существительных, bir də притяжательное местоимение mövzusu. Rus dilində rod mövzusu bizə ona görə lazımdır ki, biz deyəndə ki, məsəl üçün filan kəs, bilməliyik ki, bu kişidir, yoxsa qadındır. Məsəl üçün, druq desək, bu kişi cinsidir. Amma podruga desək, bu bilməliyik ki, qadın cinsidir. Çünki G samitdir, A isə saitdir. Və hər sait də qadın cinsi deyil. Bunlar da saitdir. Ona görə də bu qayda çox önəmlidir. Əziz izləyicilər, bu mövzunun ardı mənim növbəti videomda olacaqdır. Burada bəzi mövzular qeyd olunmayıb. Məsəl üçün, dillər, külək adları və s. Onlar da var murskoy roda aid olanlar. Onlar amma burada yoxdur. Bunu mən sizə ayrıca izah edəcəm. Burada ən əsası burada qeyd olunubdur. Yəni ki, saglasna ilə, aya ilə və oye ilə bitənlər, amma bu yetərli deyil. Danışıq üçün bundan artıq bilməlisiniz. Buna görə də bu dərsdən sonraki video mütləq izləyin. Demək, rod существительных. Rus dilində 3 rod var. Murskoy rod, женский rod, bir də средний rod. Yəni kişi, qadın və orta cins vardır. Kişi cinsi, hələ ki bu kitabda yazılı olanları deyəcəm. Növbəti dərs tam ətraflı. Saglasna ilə bitən. Saglasna samitdir. Azərbaycan dilindəki samitlər hansıdır? Q, T, Y və s. Bir də məhki znakla olanlar. Məhki znakla olanlar həm kişi, həm qadın ola bilər. Onu da mən növbəti dərsimdə izah eləyəcəm. Məsəl üçün, друг мужской roddur, student murskoy roddur, çay murskoy roddur. Məhki znakla olan sözlərdən din və prepodavatel də murskoy roddur. Женский rod isə A, ya və məhki znakdır. Məsəl üçün, podruga, studentka, Natasha, familiya, mать və digərləri. O, Y və mya ilə bitənlər isə средний roddur. Məsəl üçün, утро, отчество, упражнение, море və imя. Daha sonra притяжательное местоимение, mənsubiyyət əvəzliyi. İsmimizi birinci təyin edirik və ismimiz əgər kişi cinsindədirsə, məsəl üçün, druq, student, çay, din, prepodavatel və s. o zaman murskoy rodda olanları deyirik. Yəni, misal üçün, mой çay, mənim çayım və ya mой prepodavatel, mənim müəllimim, твой, его, ее, наш, ваш, их. Mənim, sənin, onun, kişi cinsində, onun, qadın cinsində, naş, bizim, vaş, sizin, ix, onların. Bu da qadın cinsindədir. Моя, твоя, его, ее, наша, ваша, их.
Средний родda moyo, tvoyo, его, ее, наши, ваши, их. Cəm halda isə множественное числоda da belədir. Мои, твои, его, ее, наши, ваши, их. Birinci ismimizi təyin edirik və ona uyğun da mənsubiyyət əvəzlikləri. Daha sonra burada çalışmamız var. Bu arada bu dərslərin izahı onlayn dərslərimizdə tam ətraflı izah olunur. Əgər tam ətraflı öyrənmək istəyirsinizsə, o zaman onlayn dərsimizə müraciət eləyə bilərsiniz. Çalışmamızda sözlərin rodunu təyin etməliyik. Student, ты, согласны? Biz deyirik мужской roddur. Он, книга, она, имя, средний roddur. Çünki mya ilə bitir. Средний rod, оно və ya средний rod da yaza bilərsiniz. День мужской rod, вечер мужской rod, утро средний rod, отчество средний rod, фамилия женский rod, вопрос мужской rod, преподаватель мужской rod, упражнение средний, mать женский, студентка женский rod. Nəyə görə? Çünki samitlər mужской, a, ya, məhkə znaklar женскийdir. Bəziləri mужскойdur. Axırı mya, o, yelər isə среднийdirlər. Sonra burada. Demək, yazıb твое имя Laura. Biz deməliyik, тебя зовут Laura. Его имя Сивен. Его зовут Сивен. Ваше имя Иван. Вас зовут Иван. Ее имя Таня. Ее зовут Таня. Твое имя Виктор. Тебя зовут Виктор. Ваше имя Николай. Вас зовут Николай. Мое имя Лена. Меня зовут Лена. Его имя Антон. Его зовут Anton. Demək, burada belə də deyə bilərsiniz, onun adı Nataşadır. Və ya меня зовут Natasha da deyə bilərsiniz. Yəni, hər ikisi də olar. Burada sadəcə variantlarını deyir. Amma demək olmaz ki, ya imya və ya zovut demək olmaz. Üçüncü. Здравствуйте. Zovut İvan nə ola bilər? Меня зовут İvan. Mənim adım İvandır. Bəs sənin? A тебя? Меня зовут Lena. Mənim adım isə Lenadır. Burada nə ola bilər? Deyə bilər. Меня зовут Маша. Mənim adım Maşadır. Deyir, очень приятно, Маша. Çox şad oldum, Maşa. Bu da nə deyir? Deyir, мне тоже, mən də. Deyir, bu kimdir? Кто это? Это наш преподаватель. Bu bizim müəllimimizdir. Как его зовут? Onun adı nədir? Его зовут Виктор Александрович. Onun adı Viktor Aleksandroviçdir. Dördüncü çalışma çox çətin bir çalışma kimi düşünür tələbələr, amma əslində çətin deyil. Birinci bənddəki mövzu меня zovutdur. 2, 3, 4 isə mənsubiyyət əvəzliyi dərsidir. Əgər onları öyrənibsinizsə, bu çalışmanı eləyə bilərsiniz. Əgər tam öyrənməyibsinizsə, o zaman dəqiq öyrənib, sonra bu çalışmanı edin. Меня зовут Lena. Sonra ты zovut demək olmaz. Тебя зовут Sasha. Его зовут John. Ее зовут, нас зовут, вас зовут, их зовут Katya и Oля. Yəni deyir, sənin adın Sashadır, onun adı John'dur, onun adı Tanyadır. Bizim adımız Anton Andrey'dir, sizin adınız Natasha'dır, onların adı Katya və Olya'dır. Və burada mənsubiyyət əvəzliyində əsas ismə baxaraq. İsim женский roddursa Maya deyirik. Maya familiya Petrov. Твоя familiya Ivanov. Его familiya Smith, ее familiya Ivanova, ваша familiya Makarov. Bu da sredniy rodda. Hamısı sredniy roddur. Çünki ata adı axırda o ilə bitirdiyi hamısında moyo, tvoyo deyirik. Moyo отчество, твое отчество, его отчество, ее отчество, ваше отчество. İmya bu da eynidir. Bu da sredniy roddur. Ona görə deyirik moyo imя Tanya, твое имя Таня, его имя Таня, ее имя Таня, bir də ваше имя, demək, Maşa, bu da Lena. Beşinci çalışmada nədir? Меня зовут Anton, mənim adım Antondur. Maya Ivanov nə ola bilər? Mayadırsa bu familiyadır. Maya familiya Ivanov. Mayodursa, bir də burada Yeviç varsa, demək, отчествоdır. Moyo отчество Nikolayeviç. Это другдursa мой друг demək olar. Это мой друг. Zavut vardısa его зовут. Həm də burada John'u görürük. Его зовут John.
Familiya Maya. Maya familiya Parker. Eta podruga sözü vardısa burada olacaq. Eta Maya podruga. Natashadır deyə. Ее зовут Natasha. Familiya. Ее familiya Romanova. Onun familiyası Romanova'dır. A как вас зовут? А как вас зовут? Как ваша familiya? Как ваше отчество? Mənsubiyyət əvəzliyi. Demək, mən, sən, biz, siz. Bunu bu sözlərin roduna görə deməliyik. Demək, мой друг, моя подруга, имя средний родdur. Ona görə deyirik мое имя. Студент мужской родdur. Deyirik твой друг, bu женский родdur, familiya. Твоя familiya, твое отчество. Преподаватель мужской род, ona görə наш преподаватель, bu женский родdur. Deməliyik нашla, наша студентка, утро, наше утро. Ваш вопрос, ваша kniga, ваше упражнение. Bu da yenə nədir? Zavod, maya bunlardır. Mənsubiyyət əvəzliyindən ее zavod və s. Deyir ki, это мой преподаватель, его зовут. Это мой коллега, ее зовут. Это мой студент, его зовут. Моя мать, ее зовут. Моя, ее, меня зовут Виктор. 8-ci çalışma nədir? Burada yenə bayaqki çalışma kimidir. Deyirik, это я Пабло. Меня зовут Пабло. Мое имя Пабло. Это мой друг Джон. Его зовут Джон. Его имя Джон. Это ты Саманта. Тебя зовут Саманта. Твое имя Саманта. Это вы Иван Иванович. Вас зовут Иван Иванович. Ваше имя Иван Иванович. Bir də это мой друг. Это mой kollega Siv. Və burada nə deyirik? Moydursa deyirik ki, его zovut Siv, его imя Siv. Sonra burada asibi bölməsidir. Bunda mütləq edə bilərsiniz. Burada necədir? Məsələn, как тебя зовут? Deyirsiniz ki, меня zovut adınız. Как твоя familiya? Deyirsiniz ki, моя familiya və soyadınız. Как твое отчество? Deyirsiniz, мое отчество və deməlisiniz ki, filankəs demək, oğludursa Oviçeviç, qızıdırsa Ovna Yevna. Ты преподаватель, ты студент. Müəllimsizsə deyirsiniz ki, ya преподаватель. Tələbəsinizsə deyirsiniz ki, ya student, ya da studentka. Müəlliminizin adını, soyadını və s. deyə bilərsiniz və ya dostunuzun adını, soyadını və ata adını və s. deyə bilərsiniz. Belə əziz izləyicilər, bugün sizlər üçün urok 2-nı izah etdim, tərcümə etdim. Hər hansı bir sualınız vardısa, rəy bölməsinə yazın. Dərsimizi və kanalımızı izləməyi, abunə olub like atmağı unutmayın. Həmçində bizim onlayn dəstəyimizə qoşulmaq üçün 050 840 55 22 nömrəsinə yazmağı unutmayın. Növbəti dərs, 3-cü dərsi istəyirsinizsə, çox xahiş edirəm. Bu videoya, bu dərsə maksimum izlənmə göstərin ki, növbəti dərslərdə də mənim üçün də motivasiya olsun. Çünki görəndə ki, bəyənirsiniz, çox izlənmə var və ya sona qədər izləyirsinizsə, o zaman əlbəttə ki, bu da mən ona göstərir ki, siz bunu bəyəndiniz. Bəyəndinizsə davam edirəm. Növbəti urok 3 üçün bizi izləməyi unutmayın. До свидания. Hələlik.